Hörmətli izləyicilərim, bizim gözəl milli ordumuzun, qəhrəman milli ordumuzun bir nümayəndəsinin hazırda milli orduda gözəl bir vətən üçün, el üçün iş görən bir qardaşımızın Elvinin dəvəti ilə gəlmişəm. Burada Altağaçda, onun ərazisində, onun həyətində su axtarışı eləməyə və burada suyu axtardım. Əvvəl həmişə dediyim kimi əvvəlcə axtarım, çox vaxt aparmasın deyinə və indi necə axtardığımı sizə yenə göstərdim. Bax, durdum, biolokator fırlandı, döndü və bu istiqaməti verdi. Mən də o istiqamətə bunun arxasında gəldim. Bax, buraya gələndə biolokator mənim qarşımı kəsdi. Biolokator burada mənim qarşımı kəsmək o deməkdir ki, bizim axtardığımız su, yerin altında olan su bu hissədədir. Bu hissədə su 17 təxminən metradadır, 16-17 metrədən su damarı axır. Amma əgər artizan vurduracaqsa, bu quyu qazmaq üçündür. Artizan vurdurmaq istəsə, aralıdan burada bir dənə yeraltı gölməçə yer müəyyən elədik. Təxminən gölməçənin də dərinliyi olacaqdır 38 metrəyə qədər. Hardasa 28-23 metrdən 35-38 metrə qədər olacaqdır. Buradan qazdırsalar, artizan vurdursalar, yəni ki, suyu götürə bilərlər. Artizan üçün 15-16 metrədən suyu götürmək biraz çətin olur. Allah suyu bolluğu versin, Allah su ilə imtihana çəkməsin. Qaca olur. Sağ olun Afaka, sağ olun, var olun.